sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir xanım TikToker həbs edilib. Unikalın əldə etdiyi məlumata görə 1992-ci il təvəllüdlü Məmmədzadə Müjgan Əziz qızı Sabunçu rayonu 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2, yəni İnternet informasiya ehtiyatında və ya informasiya telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hisslərinə, əxlaq normalarına və milli mənəvi dəyərlərə zidd formada göstərilməsi maddəsilə ittihamlara sürülüb və aidiyyəti üzrə Sabunçu rayon məhkəməsinə göndərilib. Sabunçu rayonu məhkəməsinə keçirilən prosesdə Müjgan Məmmədzadə barəsində qərar qəbul edilib. Qərara əsasən Müjgan 10 sutkalıq inzibati qaydada həbs edilib. Orxan Rasifoğlu, məhkəmə xəbərləri.